Yeni nəsil Raksol yağları artıq Azərbaycanda. Belçika istehsalı olan Raksol mühərrik yağları avtomobil istehsalçılarının tələblərinə 100% cavab verir. 10.000 kilometrə qədər zəmanətli. Avropa sürücülərinin seçimi Raksol indi daha əlçatandır. Raksol, hərəkətə hazır ol. Salam, bu proqramda siz tuning işini görəcəksiniz. Demək olar ki, adi gördüyümüz avtomobilləri tanınmaz hala salacağıq, fərqli formalara gətirəcəyik və ilk olaraq maraqlı bir ideyamız var, fikrimiz var və ideya müəllifi Diamond Tuningin rəhbəri Elnurdur. Elnur, necəsən? Sağ olun, yaxşıyam, sağ olun. Çox sağ ol, qardaş. Nə eləmək istəyirik əslində? Daha yaxşı sən bilirsən, çünki avtomobillər haqqında anlayışın sənin var, mənim anlayışım televiziya haqqındadır. Bugünkü ilk verilişimizdə olacaq Zil 130 modelinin pick-up versiyası. Biz bunu yenidən dəyişib pick-up olaraq verəcəyik. Hər bir detalı sırf bizim tərəfimizdən hazırlanır və sırf individual olaraq Azərbaycanda ilk dəfə olaraq zili pick-up formasında, kiçik həcmdə, böyük həcmdə mühərriklə, avtomat sürətlər qutusu ilə, pneumaskı ilə və xüsusi sifariş olunmuş təkərlər falan bir çox detallarla hazırlayacaq. Ümumilikdə tuning deyəndə insanların ağlına xarici dövlətlər gəlir, xarici ölkələr gəlir. İnanmırlar ki, Azərbaycanlılar nəsə eləyə bilərlər. Amma bu proqramda həmin fikri biz dəyişmək niyyətindəyik. Çünki eləyəcəyimiz iş çətin işdir, amma inanırıq ki, öhdəsindən gələcəyik. Biz ilk olaraq biz başlamışıq çətin işdən. Sırf hamının eləyə biləcəyi bir iş deyil. Bunun üçün xüsusi mühəndislər, xüsusi ölçülər, xüsusi ölçülərin hesablaya biləcək adamlar və onun əl işləri olmalıdır ki, avtomobilə baxıldıqda bunun hansı bir ateliyədə yox, bunun sırf zavod şəraiti olaraq görünsün yəni. Onun üçün ağır işlə başlamışıq. Onun üçün çalışırıq tam keyfiyyətli olsun, yəni adımızdan çıxırsa biz... Adımıza layiq iş görək. Adımıza layiq iş görək. Biz də adımıza layiq bir proqram hazırlamaq niyyətindəyik. Odur ki, diqqətiniz ATV-də olsun. Biz başladıq Teleməkanda ilk dəfə. İstədiyimiz elə budur. Bizim dizayn etdiyimiz zil pick-up Amerika stilində gələcək. Azərbaycanda yenilik olacaq. İnteriyer işləri tam olaraq sıfırdan yenilənəcək, yeni model olacaq. Adamlar gördü. Bir qarajda şassi yığılır, rama yığılır. O biri qarajda şassi sökülür. Ramanın tam olaraq da olmasa, ümumi quruluşu qurmuşuq. Hər şey yeni olacaq da bu zildən əsər əlamət qalmayacaq. Bu verilişdə məqsədimiz Zil markalı yük avtomobilindən Amerikan sayağı müasir və qeyri-adi zil pick-up hazırlamaqdır. Avtomobili hazırlamaq üçün bizə böyük və güclü komanda lazımdır. Bu işi Diamond Tuning öz öhdəsinə götürüb. İdeya müəllifi Elnurun tapşırıqlarına əsasən dizayner Binnət artıq eskiz hazırlayır. Eskizimiz yavaş-yavaş hazır olur. Rəsmdə bütün incəliklər nəzərə alınmalıdır. Bizim dizayn etdiyimiz zil pick-up Amerika stilində gələcək. Azərbaycanda yenilik olacaq. Bir qrup şəklində iş görəcəyik. Maşının dəmir barmaqlarında fərq var. Maşına daha vahiməli bir baxış tətbiq etmişik. Xarici dövlətlərdə bu stil var, yəni Azərbaycanda olmadığına görə biz buna bir addım atdıq. İnanıram ki, olacaq. Binnət artıq zil pick-up'ın arxa və ön görüntüsünün şəklini hazır etdi. İndi qaldı avtomobilləri alıb ateliyə gətirmək.
İndi isə gedirik maşını qarajımıza gətirməyə. Hansı maşın alıb qardaş? Maşın de Ford Bronco. Ford Bronco. Bəli, Bronco. Gəl Maşın şurada. sahibi Salam aleyküm, salam aleyküm. Salam aleyküm. Adınız nədir? Teymur. Əhsən. Hə, sən də bizdənsən. Təhvil sal. Hə, hörmətli izləyicilər, biz bilirsiniz ki, zildən pikap yığırıq və Elnur bu Fordu tapıb. Çox möhtəşəm bir maşındır. Stripon alt hissəsini həmin zil 130-a yerləşdirək. Bunun alt hissəsindən istifadə edəcəyik Bəli. yalnız. Son daha nəyindən istifadə edəcəyik? Alt hissəsi olacaq, çarxları saxlayan hissələr olacaq və orada dəyişikliklər olacaq. Və o tam olaraq biz dəyişəcəyik. Maşına baxın, heç nə yoxdur bu maşında. Köhnədir. Neçənci ildən sürülmür qardaş bu? Məsələn, cavanlıq maşının olur. 10 il olar. Cavanlığını desəm bunda keçir. Cavanlığım bunda keçir. Yarıya Yaxşıdır, istədiyimiz elə budur. istədiyiniz bu da. Elədir. Hörmüçəklər. Hörümçəklər. Ay qardaş, pulun veriyor allığı da sənin maşından. Belə. Halallaşaq da, halallıq ver. Allah xoş olsun. Elnurla da halallaş. Sağ ol qardaş. Qardaş, xeyirli olsun. Sağ olasın. Darıxmırsan, şəkil çəkdir son olaraq. Gəl. Gəl şəklini çəkim. Sən Allah gəlir. Gəl buraya, gəl. Dayan orada son olaraq şəklini çəkim sənin Forduna. Dayan. Bəlkə bizdə dayanaq. Dayan, dayan, sən də dayan. Dayan o. Zil pikabı hazırlamaq üçün bizə Ford avtomobilinin mühərriki və bəzi detallar lazımdır. Buna görə də köhnə Ford avtomobilini alıb qarajımıza gətirdik. Əla. Belə, garaja saldıq artıq. Daha sonra gedib zilin kuzasını gətirəcəyik. Sağa, sağa, Elnur nə qalıb? Artıq götürmək. Mühərrik çıxarmaq qalır. Məhərrik var burada. Adamlar gibidir. Bu ne saat gücündə məhərrikdir? Hörmətli izləyicilər, maşının kuzası ramadan ayrılacaq. Hörmətli izləyicilər, gördüyünüz kimi qabağı artıq ayırdıq, qaldı kuz ofisdə. Bizə bu avtomobilin yalnız raması lazımdır. Bax, alt hissəsi. Bunu kuzla otur orada çəksən. Maşını ayırdıq, söktük, tökdük və hazırda bu rama gedəcək o biri boksa, o biri hissəyə və orada yığılacaq. Alt hissəsi ayrı yığılacaq, daha sonra isə olanlar olacaq. Təbriklər, təbriklər. Diamond Tuning'in rəhbəri Elnurun isə zil pikap haqqında deyəcəkləri var. Biz bugün Zil 130 avtomobilini, yük avtomobilini köhnə Amerikan üslubu olaraq zil pikap, yəni ki Amerikanlarda olduğu kimi yük trak maşınları kimi daha kiçik həcmdə, daha alçaq klirenslə yenidən ona nəfəs verərək yenidən hazırlayacaq. Mühərrik hissəsi tam dəyişəcək, avtomobilin şassisi tam olaraq dəyişəcək. Çarxlar sistemi, askılar,
salon interyer olaraq tam olaraq zildən demək olar ki, heç bir şey qalmayacaq. 2 individual oturacaq olmaq şərti ilə içəridə iPad sistemi və bütün dəri ilə işlənəcəkdir. Avtomobilin askısı pnevmaski ilə idarə olunacaq, istənilən klirensi qaldırmaq olacaq. Avtomobilin motoru Ford 409-70 həcmində avtomat sürət qutusu ilə təchiz olunacaqdır. Tam rahat, köhnə Zil 130-dan heç bir nöqtə belə qalmayacaqdır. Ancaq yalnız görünüş, kabinka görünüşü, yəni qabaq hissənin görünüşü olaraq Zil 130 qalacaqdır. Yəni bunlar hamısı sırf professional şəkildə Diamond Tuningdə baş tutacaqdır. Zili almaq üçün üz tuturuq Zaqatala rayonuna. Gəldik, çatdıq Zaqatalaya. Elnur, Bəli, tapdığın maşın, Zil 130. maşın demək olar buna. kabinkası. Baxın, görün, yarayar bizim işimizə. Siz salonuna baxın. Qapısı yaxşı açılır. Qardaş, gəl də, ya satan kimdir, gəlsin bura. Super. Superdir. Super. Bunun nəyinə super deyir? Salam aleyküm dayı. Aleyküm, xoş gəlmisiniz. Dayın cavanlıq maşını olub. Su maşını işləmirsən bunda? Hə? Bir sat olmuş. Hə? Neçəyə versən? Elnurla danışmışsınız artıq. Orasını deməzlər. Gördünüz, biz yalnız hörmətli izləyicidə bu zilin kabinkasından istifadə edəcəyik. Baxın. Değişik olacaqlar. Burada bunun hissəsi düzələcək. Lükumuz da var burada. Lük da var, hə? Lükumuz da var, bəli. Amma məncə biraz batığı var üstündə. Düzələcək olar hamısı inşallah. Bir neçə gün sonra bu maşın hörmətli izləyicidə tanınmaz hala düşəcək. Bütün detallarını dəyişəcəyik. Kuzovda əsas olaraq hər şey qalacaq. Demək ki, işləri bütün düzələcək. Yəni bu gördüyünüz xəttlər hamısı yerində olacaq. Bu xəttlər qalacaq hamısı. Bəli, hamısı yerində qalacaq. İşıq sistemi dəyişəcək. Maşının klirensi düşəcək, bu güzgü falan hamısı qalacaq yerində. Salonda əsas salon dəyişəcək. Gəl dayan burada, sən bu neçə sürmüsən də bu xatirədir. Bir dənə son olaraq şəkilinizi çəkim göndərərəm sizə. Qalsın yaddaşlarda. Bir dənə baxın, dayı baxın. Siz də dayanarsınız da, baxın. Dayın son şəklidir. Necə də xoşunuza gəldi? Baxın dayı. Yerli adası göstərərsə. Verilişə verəcək, valla. Veriliş seçilir dayı, baxın. Sizin şəklinizi seçirəm son olaraq. Verilişin adət ənənəsidir bu. Sağ olun. Sağ olun, təşəkkürlər. Xeyir dua verirsiniz, nəsə xeyir dua verən oxşamaz. Xeyr, əvvəldən vermişim, yenə də verirəm. Bir də ver. Yenə də verirəm, hamımıza xeyir də bu maşından xeyir götürəsiniz. Sən bu maşını... İşiniz də xeyirli olsun. Sağ olun. Elnur, gəl göstərək maşın necə olacaq dayıya. Dayı görə bilər efirdə, amma inanmaya bilər. Baxın, sizin bu zil bu formada olacaq, baxın. İnanırsınız? Baxın, bu formada olacaq. Allah xeyirli olsun. Baxın, ziliniz belə olacaq. Yeni ixtiradır da bu siz tərəfindən. Bəli, Elnurun və komandasının ixtirası. Əsl nəqliyyatçısınız da. Qardaşlardır. Halaldır. Yeni nəsil Raksol yağları artıq Azərbaycanda. Belçika istehsalı olan Raksol mühərrik yağları avtomobil istehsalçılarının tələblərinə 100% cavab verir. 10.000 kilometrə qədər zəmanətli. Avropa sürücülərinin seçimi Raksol indi daha əlçatandır. Raksol, hərəkətə hazır ol. Gördüyünüz kimi Raksolun müxtəlif növ çeşidləri var. Siz Raksolun həm transmisiya yağlarının, həm də motor yağlarının alıb istifadə edə bilərsiniz. Belçikada istehsal olunur və dünyanın 75-dən çox ölkəsində istehlakçılar tərəfindən məmnuniyyətlə istifadə olunur. Raksol mühərrik yağlarının Bakıda artıq Azərbaycanda rəsmi nümayəndəliyi var. Mağazaların ünvanını sizə çatdırmaq istəyirəm. Ziya Bünyanov şosesi, Yusufzadə küçəsi 25B və Babək prospekti maşın bazarından siz və digər yerlərdən Raksol mühərrik yağlarını alıb istifadə edə bilərsiniz. Və şəhərimizdə Raksol mühərrik yağlarının yağlama mərkəzi var. Ünvan Nizami rayonu Elşad Süleymanov küçəsi. Ətraflı məlumatı Raksol mühərrik yağlarının Facebook səhifəsindən əldə edə bilərsiniz. Raksol Azərbaycan yazıb axtarışa tapa bilərsiniz və 070 250 86 08 nömrəsinə zəng edərək Raksol mühərrik yağları haqqında məlumat ala bilərsiniz. Ramanın tam olaraq da olmasa, ümumi quruluşu qurmuşuq. Zaqataladan gördüyünüz kimi zili gətirdik və artıq atelidə iş gedir.
Tam olaraq söküldükdən detallara ayrıldıqdan sonra modelləmə işləri gedəcək. Möhtəşəm bir şey olacaq. Zavoddan maşın necə çıxırsa, ondan da yaxşı olacaq. Zilin mühərrik və transmissiyasını çox çətinliklə olsa quraşdırmışıq. Garajımızda iş gecə-gündüz davam edir. Bizdə iş həmişə var. Dizayner Binnət isə öz işinə davam edir. O artıq şassinin görüntüsünü də cızmaqara etdi. İndi konstruktor Sübhan həmkarı ilə birgə eskizə uyğun şassi hazır etməlidir. Mənim adım Sübhandır. Pikapın ümumi konstruksiya işlərini görürəm. Mənim arxamda isə Rafael ustadır. O pikapın ramasının qaynaq işlərini görür. Göründüyü kimi ramanın tam olaraq da olmasa ümumi quruluşu qurmuşuq, yəni ramanı. Qalıb askı sistemini qurmaq və həmin askı üçün yerlər düzəltməliyik ki, həmin askı sisteminə həmin gövdəyə yerləşdirək. Göründüyü kimi bu aval hissə arxa hissəsidir. Arxa körpünün oturan hissəsidir. Və burada pnevma olacaq, maşın aşağı yenəcək və qalxacaq. Pikapın ramasının eni təqribən 1 metr 10 santimetrdir və uzunluğu 5 metr 10 santimetrdir. Və göründüyü kimi işlərimiz davam edir və bizə uğurlar. Şassidə 20% iş bitib. Garajımızın bu hissəsində isə zilin detalları sökülür. Zahatalardan gördüyünüz kimi zili gətirdik və artıq atelidə iş gedir. Dostlarımız artıq avtomobili söküb töküblər. Lazımsız hissələrin bir-birindən ayrılırlar. Yorulmayasınız? Sağ olun. Teyyub dayı, yorulmayasan? Salam aleyküm. Əfqan, necəsən? Necə gedir söküntü işləri? Daim turnirdə komanda işi gedir. Bir tərəfdə, bir qarajda şassi yığılır, rama yığılır. O biri qarajda şassi sökülür. Artıq avtomobilin zilin kabinasının sökülmə işləri gedir. Tam olaraq söküldükdən detallara ayrıldıqdan sonra biz onun bizə lazım olan hissələrini modelləmə işləri gedəcək. Yenidən modellər qurulacaq, yəni ki, digər formalar veriləcək. Bu metalda da olacaq, bu salonda da olacaq və digər işıq sistemlərində. İçəri salon işləri, interyer işləri tam olaraq sıfırdan yenilənəcək, yeni model olacaq. Dəmir işləri hal-hazırda sökülür, qumlamaya gedəcək tam olaraq. Yəni gördüyünüz üst üzərində olan bütün rəng, bütün pas, bunlar hamısı təmizlənəcək ki, biz onu saf dəmir eləyək və heç bir problemsiz, yəni çürüksüz, fansız bir dəmir olsun. Ondan sonra hazırlanacaq, xüsusi qruntlar vasitəsilə vurulacaq və başlayacaq komponovka olmağa. Bununla bərabər hal-hazırda digər qaynaq seximizdə ramanın, yəni əsas şassi hissənin hazırlanması gedir. Söküntü işləri bitdi. Zil pikapın yığılması sürətlə davam edir.
Belə hörmətli tamaşaçılar, verilişimiz davam edir. Yorulmayasınız. Rama, şassi artıq hazırdır. Gördüyünüz kimi çıxıntılar əlavə olundu və most, bu most Cənab-ı Fordun mostudur. Əfqan, həmin Fordun mostudur. Silinib, təmizlənib, qollar hazırlanıb. Burada hər millimetr bütün xırdalıqlar ölçülüb və dəqiqliyinə işlənib. 1 millimetr o yan bayan olmaz. Demək olar ki, bu artıq gecədir də. Sabah səhərə burada iş həmişə var, iş dayanmır. Sabah səhərə artıq təkər üstündə olar maşın. Yoxsa arxasını yığarsınız. Arxa hissəsi təkər üstünə qalacaq. Hə, arxa hissəsini yığacaqsınız, o yük yerin. Yük yeri, hörmətli izləyicilər, bugün yığılacaq və arxa hissəsi təkər üzərində qalacaq. Qollar hazırdır. Bu qollar heç bir maşına aid deyil. Zil üçün hazırlanıb, özəl olaraq Çilingər tərəfindən düzəlib. Sən düzəlmirsən, yoxsa? Xeyr, bu Tokarda düzəlib. Tokarda düzəlib, hə. Bütün ölçüləri sən vermisən. Bəli. Burada elə ola bilməz ki, tutaq ki, bir qol uzun oldu, bir qol qısa oldu. O ölçüləri necə eləmirsən? Burada ölçünü tənzimləmək üçün belə bir mexanizm düzəltmişik. Bəli. Bunu sıxdıqda bu ölçü alacaqları şey və açıqda ölçü yekəlir. Amortizatorlar nə vaxt qoyasınız? Amortizatorun mostu yerləşdirəndən sonra dəyişik amortizatora yerləşdirəcək. Bu, bəli. Ondan sonra amortizator, şık Pnevm olacaq da, çox güman ki. Pnevm olacaq, düyməyə basacaq, zil qalxacaq, düyməyə basacaq, pikabımız düşəcək aşağı. Mühərrikimiz Forddur. Mühərrik neçədir? 7 nol. 7 motor. 7 motor. Möhtəşəm bir şey olacaq. İnşallah görək də. Mən çox ümidliyəm ki, bu qeyri-adi bir şey olacaq. Bunun səsi başqa cür olar. Bunlar formada qalmayacaq. Bunlar hamısı təzə kimi xrom olacaq. Bu hissələr hamısı rənglənəcək. Əsər əlamət qalmayacaq da. Zavoddan maşın necə çıxırsa, Ondan da yaxşı olacaq. ondan da yaxşı olacaq. Elnur avtomobil zavodu. Maksimum neçə gün işimiz qalır? Ramanı təngələr üzərinə qoymaq üçün hardasa 3, maksimum 4 gün ərzində ramanı qaldıracaq. 3-4 günə artıq bu avtomobil təkərlər üzərində. Hal-hazırda ölçüləri götürülür. Yəni ki, o ramaya bağlanmaq üçün qollar hazırlanmalıdır ki, bu boqlar ramı, vitlər ramı bağlanacaq. İstədiyiniz vaxt çıxarıb qoya bilərsiniz və ya da iş görə bilərsiniz hansı. Onun üçün bu qoyulacaq üzərinə, ölçülər götürüləcək, ramada həmin lazım olan hissələr hazırlanacaq. Ondan sonra gedəcək qumlamaya. Tam olaraq dəmirə çıxacaq. Ondan sonra zavod şərəfində olduğu kimi bütün etaplarla, yəni ki, hissələrlə gruntları vurulacaq, boyaları vurulacaq, alçaları, yəni şpaklıqlar. Rəngi göy olacaq da belə. İnşallah rəngi Monte Carlo bu adında rəngi olacaq. Hələ nələr olacaq, nələr, iPad sistemi, nələr o demirəm də. Verilişin gedişatında görərsiniz. Şassidəki işlər bitmək üzrədir. Kabinə quma verildi. Köhnə boya qatı tamamilə təmizləndi. Bizə lazım olan bəzi ehtiyat hissələri xaricdən sifariş olundu. Nəhayət komandamız arxa askı sistemini də hazır etdi. Ustalar mühərriyi şassiyə yerləşdirdi. Avtomobilin yük yeri də eskiza uyğun hazırlandı. Köhnə yük avtomobilindən artıq əsər əlamət qalmayıb. Zilin mühərrik və transmissiyasını çox çətinliklə olsa quraşdırmışıq. Burada deməli biz Ford 4970 motorunu quraşdırdıq. Avtomat transmissiya ilə. Qabaq askı sistemləridir, amortizator sistemidir, yastıqlardır, hava ilə idarə olunan yastıqlardır, əyləc sistemidir. Bunlar hamısı artıq quraşdırılmışdır. Gördüyünüz bu qabaq hissədə mühərrikdən və transmissiyadan başqa bütün qabaq hissədə olan avadanlıqların hamısı sırf Diamond Tuningin əl işidir. Bunun hamısını bizim sənətkarlar, bizim ustalar tərəfindən hazırlanmışdır. Şassiyə avtomat sürət qutusu əlavə olundu. Beləliklə avtomobilin hərəkət sistemi tam hazır oldu. Sifariş etdiyimiz disklər də Amerikadan gəlib çıxdı. Fotodakı təsvir yavaş-yavaş reala çevrilir.
Dəmirçimiz 3 günə arxa krelonu döyə-döyə istədiyimiz formaya gətirib çıxardı. Görüntü fotodakı təsvirlə demək olar ki, eynidir. Nəticəyə yavaş-yavaş yaxınlaşırıq. Onlar düz 6 ay gecə-gündüz demədən işlədilər və nəhayət istədiyimiz nəticəyə gəlib çatdıq. Siz isə bunu bir verilişdə izlədiniz. Beləliklə Amerikan sayağı zil pikap avtomobilimizdə işlər bitmək üzrədir. Aylar öncə başladığımız işin demək olar ki, sonuna gəlib çatdıq. Zil pikapda olan işlərin 80%-i görülüb və interyer işləri qalıb, bir boya işləri qalıb. Gördüyünüz kimi bir-iki nüansı şərh edəcəm. Biz bunu ayrı aldıq, ramanı, şassini ayrı yığdılar, bu hissələri ayrı yığdılar. Gördüyünüz kimi arxa krelonu ayrı yığdılar, diskləri Amerikadan xüsusi sifarişlə gətirdilər. Demək olar ki, baxın, şassi sisteminə köhnə zildən heç bir əsər əlamət yoxdur və bu şassi sistemi heç bir avtomobilin şassi sistemi deyil. Oradakı bir-iki detallar Ford avtomobilinin detallarıdır. Qalan isə hamısı Elnur və komandasının təxəyyülüdür. Beləliklə bugünlük də bu qədər. Gələn həftə demirəm, çünki işimiz biraz çox çəkəcək. Bu zili bu hala gətirmək üçün bizə 5-6 ay vaxt tələb olundu. Bir neçə aydan sonra yenidən görüşəcəyik və siz bir neçə ay sonra bu zil pikapı hərəkət edən formada, tam hazır formada görəcəksiniz. Sağ olun, salamat qalın.